Mən tutsam bunu boğub Ay öldürəcəm. kişi, nə olub sənə? Bir nəfər var mənə video çəkir. Güya mən acından ölürəm. Xalqın kapkasının içində yaşayıram. Dilənçiyəm. Hava soyuqdur, gəl bir stəkan çay içək. Sən neyirsən? Dən bunu tut da. Beynim qarışdı, bax işte. Buyur çayın, nuş olsun. Michael Jackson konsertində olmusan? Yox, heç vaxt. Oo, neçə il bundan qabaq ölüb. Vay, Zeynədin ha. Bütün üzüm, gözüm. Qardaşım, çay görə çox sağ ol. Nuş olsun. Gör nə deyirəm. Qəşəng Türk fabrik istehsalı kostyumlar 189 manata. Başqa yerdə bunlar 350-300 manatdır. İstəmirsən? Yox, ehtiyac yoxdur, çox sağ ol. Çaya görə çox sağ ol. Nuş olsun. Səndə 10 manata xırda olmaz. Məndə manatlıqlardır. Var məndə 10-luq, buyur. Aha, çox sağ ol. Buyur. 1, 2, 3, 4, 5, 6. Düz bəsdir. Yox, yenə də ver. Aa, hə, 10 manat vermişdin. 7, 8, 9. Birini də ver. Al. Qardaş, bir də o vedrəni qaldır gör, altına açar qoymamışam. Əli, bir də bu video bax. Nə video? Partlatmışsan yəni TikTokda. Nə video? Yenə də? Hə. Sənin Mağazanın qabağında zibil qutusunu eşən bir adam gördüm. Soruşdum, niyə belə edirsən? O da dedi ki, acından ölürəm. Xalqın kapkasının içində yaşayıram. Dilənçiyəm. hava soyuq olduğuna görə ona isti çay təklif elədim və soruşdum, nə vaxtsa isti çay içmisən? Yox, heç vaxt. Soruşdum, bəs sənin yaxın dostun var? Neçə il bundan qabaq ölüb. Dostunu xatırlayıb və indiki həyat tərzini düşünüb göz yaşlarını tuta bilmədi. Hətta mən ona təklif etdim ki, bizim kostyumlarımızı satsın və pul qazansın. O isə dedi ki, Yox, ehtiyac yoxdur, çox sağ ol. mən də düşündüm ki, ona maddi kömək eləyim. Bəsdir. Yox, yenə də ver. Amma pulu verdikcə gözü doymurdu, deyirdi yenə də ver. Birini də ver. Mən onun dediyini elədim. İstədim zibillikdən əl çəksin. Amma buna baxmayaraq o çölə çıxan kimi yenə zibil vedrəsini qucaqladı. Olsun, mən bundan sonra yenə də yaxşılıq eləməyə davam edəcəm. İndi isə reklam. Türkiyə fabrik istehsalı kostyum lazımdır. Gəlin bayaq başlayaq.